Məktəbdə maşallah Xarici İşlər Naziri Ceyhun Bayramov. Ceyhun Bayramov salamlayırıq burada. Bizim İdman Nazirimiz Fərid Qayıbov. Mən hətta öz əlimlə Səbinə xanım ombudsmanı pioner qəbul eləmişdim məktəbdə. Təsəvvürün bax sonra Maliyyə Naziri mavini də sizin. Mavini bizim Azər müəllim bizdən böyükdür. İskəndər bizim məktəbdə maşallah oxuyub, o da Xarici İşlər Nazirində işləyir. Necə oxumusunuz dərslərinizi hacı? Nə? Dərslərinizi necə oxumusunuz? Dərsləri, yəni hamısı əlaçı olmuşam da. Universitetdə fərqləmə diplomu ilə məktəbdə hamısı. Belə də yəni zamanda oxumağa meylimiz vardı. Akordeona getmişəm, pianinoya getmişəm, fortepianoya getmişəm, üzgü küləyə getmişəm. Ay, səsiniz var. Ha? Səsiniz var. Yox, bir dənə. Heç. Yəni oxumaqla aram yoxdur. Sevirəm, musiqini bildiğiniz kimi sevirəm, pianoda ifa edirəm, amma oxumaq, yəni hər adam öz peşəsini məşğul.